Biz dini maariflərimizi qaynaq olaraq kimdən almarıq, kimə müraciət eləməliyik? Dava bu davadır. Yəni istəyirik bir dənə tarixdə hadisə baş verib deyək ki, kim haqqı idi bu qədər? Məsələ çox ciddi məsələdir. Məsələ burada dini maarifləri almaq məsələsidir. Yəni biz deyirik ki, siz ki Əbu Bəkir Öməri haqq bilirsiniz və öz dini maariflərinizi bu cür şəxslərdən alırsınız, bunlar layiq deyillər bu maarifləri almağa. O ki dini maarifləri almalıyıq. Biz ancaq Əhl-i Beytdən almalıyıq ki, ismətləri olsun, elmləri olsun. Yəni burada sırf tarixi bir bəhs, məsələn bəzən deyirlər, siz hələ orada qalıbsınız. Biz orada qalmışıq. Niyə? Çünki siz Əbu Hüreyrə kimi şəxs, Muaviyə kimi şəxsi sevirsiniz. Onlardan hədis nəql edirsiniz. Mötəbər. Məsələn Əbu Hüreyrə gəlib deyir ki, o hədis ki var, Allah Taala ayağını cəhənnəmə qoyacaq. Kimdən də? Əbu Hüreyrədəndir. Ki ayağını cəhənnəmə qoyacaq. Əbu Hüreyrə kimi yalancı bir şəxsin hədisini götürürsüz. Bizə deyirsiniz ki, siz müşriksiniz, bidətçisiniz, cəhənnəm əhlisiniz. Deyirik niyə? Deyirsiniz ki, siz inanmırsınız bu hədisə. İnanmırsınız ki, Allahı qiyamətdə bu iki gözümüzlə görə bilərik, amma Əbu Hüreyrə deyir görə bilər. Yəni siz dini maariflərinizi bu cür şəxslərdən alırsınız. Bizim davamız sizdən tarixi bir məsələ deyil. Bizim davamız zalimlə adil. Biz tələbə dili ilə desək, biz burada istəyirik bu məsələni epistemoloji araşdıraq ki, biz dini maariflərimizi qaynaq olaraq kimdən almalıyıq, kimə müraciət eləməliyik?